Allah'a asi olmaqdan kənar duracaq. Çünki Allah'a asi olanlar Allahın rəhmət və bərəkətindən kənarda qalırlar. Fərz və nəfilə ibadətlərini vaxtlı-vaxtında yerinə yetirəcək. Bol-bol dua və zikirlərdə olacaq. Və Allah subhanahu wa ta'alədən yəni ki, rahatlıq, salamatçılıq və övladının gözəl şəkildə dünyaya gətirməsini Allahdan diləyəcək. Bu sayılanlar sözsüz ki, necə ki, anaya aiddir, eləcə də bunlar, yəni ki, ataya da, ərə də aiddir. Xanıma aid olduğu kimi, sözsüz ki, ərə də aiddir. Əgər sözsüz ki, zövcə tərəfdən hər şey yaxşı gedib, yəni ki, ata və yaxud da ər deyək, asilik eləyərsə, sünnətləri tərk eləyərsə, ibadətlərində qüsurlara yol verərsə, yəni ki, bu övladın tərbiyəsində sözsüz ki, onda naqisliklər əmələ gələcək.